صلى الله عليك يا مظلوم يا أبا عبد الله. السلام على الحسين وعلى علي الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين نزلوا مهزمون دون الحسين عليه السلام عليه السلام. Kerbela'da yorulan leşkeri Zeynep götürüp Olcedür İzzet'te sınan şehberi Zeynep götürüp Müteberrük ediyen kardeşinin qəbrindən Ağaran başda qaran mərcəli Zeynep götürüp Xanım Zeynep gəldi Kərbəlaya. Bir söz dedi, Hüseyin can, hər kəsi gətirmişəm, Rümamı da gətirdi, Leyla'nı da gətirdi, hər kəsi gətirdi. Amma qardaşım, elə bir gün olmadı ki, mən arzukam eləmirəm ki, gəlim sənin qəbrində oturam. Kərbəlada yoldan leşkeri Zeynep götürüp Müteberrik ediyen kardeşimin qəbrindən Ağaran başda qalan mərcəli Zeynep götürüp Qəbrin üstə qoya eşkini rüksane tükayen ay qardaş. Qəbrin üstə qoya eşkini rüksane tükayen əldə pirəhəm həzin ağabey Zeynep Bir kardeş danışırdı, geçen el Ərbəyindəydi. Gördüm bir nəfər. Geçen il mən bir nəfərlə söhbət edirdim. Ərəb idi, əcəb idi. Qoca bir dənə yaşlı bir kişi. Deyirdi ki, mən neçə illərdə bu yollarla Nəcəfdən Kərbəlaya gəlirəm. Amma yorulmuram. Ama yorulmuram. Dərdim var, sənin var. Gedirəm İmam Hüseyin alıya deyirəm. Gəlirəm qaydım. İndi mən də deyirəm, ya Hüseyin, kaş biz də hərəminin kərarında yaşayarıq. Evimiz olardı hərəminin kərarında. Ayağımız açılanda soruşarla hara gedirsən, deyərdi İmam Hüseyin hərəminə gedirəm. Biz bəxtəvər ya, bəxtəvər o adamlardır ki, evi İmam Hüseyin ağanın evinin yanındadır, hərəmin yanındadır. Bəxtəvər o adamlardır. Kaş mən də deyirəm ya Hüseyin,
Milyonlarla zəvvar bugün tökülüb gəliblər, fərq eləmir. Ərəbi, əcəmi, farsi, fərq eləmir. İmam Hüseyin ağa hamısını cəmləyib bir yerə. Hamısını. Bu nə eşqdir, ilahi. Bu nə eşq, marifətlərdir. Bir qardaş deyir, mən dedi, olar mənə roza oxuyasan. Dedim, hə, problem yoxdur. Bir roza oxuyucudan deyir, mən eşq yaşayayım, deyir. Eşqim olsun İmam Hüseynə. Bunun üçün Həzrəti Zeynəbin bir dənə rozası var. Onu oxudu. O qədər ağladı, o qədər ağladı. Qəşş elədi özündən getdi. Dedi mənə ki, icazə verirsən mənə. Dedim, niyə? Dedi, istəyirəm əlimdən öpəm. Dedim, yox, sən də danışırsan, mən əlimdən yoxdursan. Dedi, yox, istəyirəm əlimdən öpəm ki, sən ağamın rozəsini mənə oxudun, and olsun. Dedi, baxdım ona, dedim, yox, eləmə. Amma səndən bir dənə xahişim var. Getdim İmam Hüseyin ağanın tərəfinə, deyərsən ki, ya Hüseyin, bir nəfərlə yol gəlmişəm ki, o sənin rozəqanındır, o sənə məhsi oxuyur, o sənə əzanlar. İndi mən də deyirəm, ya Hüseyin, biz də günahkar. Heç kimimiz yox, heç kimimiz. Elə bir vaxtda gəlib çatmışıq ki, gələ bilmədik qəlbimə. Gələ bu cəm ilə bir yerdə, ilahi vərəb, nəsib-i qismət edəcədə İmam Hüseyin ağam vərəb. İlahi vərəb. Deyim hərdən sənə qurban ola şərməndə bacım, məgər üç yaşda gözəl, Duxtarı Zeynəb gözlü. Ani ətər göz altı deyilən sən təbahım, Qəmzi atlar göyərəm, əlləri Zeynəb götürür. Bacının qardaşı olan məhəbbətinə bax, gör nə gözəl, and olsun Allah'a. Elə bil ki, bir pərakəndədir, bir mənadır İmam Hüseyin ağanın, o mənasını verəm. Bilmirəm, necə izah edeyim. Həzrəti Zeynəbin məhəbbəti İmam Hüseyin ağaya çox idi. Həzrəti Zeynəb dünyaya gəlir. Gördülər, hamının qucağına verdilər Peyğəmbərin qucağına, ağlamadı. İmam Həsənin qucağına, ağlamadı. İmam Hüseyin ağanın gördülər, Həzrəti Zəhranın qucağına verdilər, Həzrəti Əlinin qucağına verdilər, gördülər, uzaqdan İmam Hüseyin ağa gəlir. Uzaqdan İmam Hüseyin, verdilər İmam Hüseynin qucağına. Gözlərin açmamışdı, gözlərin açdı baxdı Hüseynin cəmalı. Gözlərini açmamışdı, baxdı Hüseynin cəmalinə, başladı o qız ağlamağa. Orada bir dənə şeir yadıma düşdü. Dedi, əşkün yüzümə bağlama, lay lay, acı lay lay. Düzdür ürəyim ağlama, lay lay, acı lay lay. Tilkiləri almış məhəbbətlə qucağına, lazım olacaq, əşkünü tər üstünə sal. Gördülər uzaqdan bir dənə karivan gəlir, Kərbəlayı Ərbəyin Səvvanları,
O yolları gedirlər indi. Çatırlar bəziləri Kərbəlayı Mərdadədirlər. Biz də səsimizi qoşaq onların səsinə, Allah'ın səsinə. Deyir, gördülər uzaqdan birinin karivan gəlir Kərbəlan. Deyir Kərbəlan, əhl-i hülər, bəzdir var. Necə gərək təsəvvür, həzlim var. Sənə çatmaz, onlar sürsənir, qolsuz əvvəl fəzlim var. Gördülər uzaqdan bir dənə karivan gəlir Kərbəlaya. Karivan gəldi Kərbəlaya, İmam-ı Səccada belə vaxtdır cavir. İcazə ver biz də oxşayaq, göz yaşı dökək batımıza. Dedi Cabir, götür bu namını da, git buradan, git otur oradan bizlə. Oturaq ağlayaq atamıza, lay-lay atamıza. Birinci yaxınlaşan qəbri Həzrəti Zeynəb oldu. Qardaşım bacıya olan sevgisinə bağlı. Birinci yaxınlaşan bir qəbrə, götürdü qəbrə. Əli qoydu Hüseynin qəbrə. Dedi Hüseyin, bacı qardaş qəbrinə gələndə gün gətirir. Bacı qardaş qəbrinə gələndə tirməşan gətirir. Amma həcanətli bacım sənə qurban olsun. Hüseyin, əsirliyə gəlirəm. Hüseyin, nə gülür vay, nə tirməşan var. Amma vəcalətli bacım sənə qurban olsun. Anam Zəhranı doğurduğu köyləri gətirmişəm. Hüseyin, anam Zəhranın toxuduğu pirəhən var idi ya, onu gətirmişəm, gəlmişəm. Hüseyin, dedi Hüseyin, səndən xəcalətliyəm. Səndən xəcalətliyəm Hüseyin. Dedi ki, niyə ayıbı, niyə xəcalətlisin? Dedi Hüseyin, hamını gətirmişəm. Kərbəlayı Mərdadəyə, aman Hüseyin bir nəfəri gətirə bilmədim Kərbəlaya. Dedi bir can kimi? Dedi Hüseyin Qəyyəmnazi, şan bir qərabəsində. Hüseyin Qəyyəmnazi, şan bir qərabəsində. Balam qaldı Şamil xərabəsində. Ürəyini partlatdılar balam. Harda görmüsünüz, hə? 7 dənə cavan qardaş qavəsini başına bağlayıb Zeynəb. 7 dənə. Bəlkə də sayı hesabı yoxdur. Gördülər Allah, Abdullah ibn Cəfər deyir ki, Zeynəb dünyasını dəyişəndə əlləri boynunda dünyasını dəyişir. Niyə? Qardaşımın o qanlı köynəyi qucaqlayır. Dünyasını dəyişməsin Zeynəb.
Bağdılar dediler Zeynep. Sen nalə edərsən, sen söyləyərsən. Ama elə bütün yolu sənə çıxmasına. Dedi, qardaşım, İmam Hüseyin ağa meydana gelir. Dedi, qardaşım, gel bu kızlarla binalaş, ahırıncı günün değil. Xeymələrə gel İmam Hüseyin ağa. Gələn də gördülər Allah. Çatdı İmam Hüseyin ağa, o hərəm şayət. Dedi, kızlarım, Rüqəyyə, Səkinə, Əleykumlə minəs-səmayət. Gedirəm meydanətə, gördülər ilə 3 yaşında kız, başladı atasının ayağı utanlamadı. Dedi, ancaq canhara gedirsən, dedi, kızım, gedirəm həqqiyyanət. Dedi, kızım, gedirəm həqqiyyanət, görüşməyə. İmam Hüseyin ağanın başını kesirlər, vururlar neyzələrə. Bir xanım Zeynəb baxır başa, ağlayır. Bacının qabağında da qardaşın başına apararlar. Baxır bacı ağlayır, baxdı bağdı dedi ki, ey neyzəba, apar başı o yana, Zeynəb ürəyi gözmür o başa balan. Ağın bacının ayağı, ürəyi gözməyəz. Elə biləmədi dirsən, sən sürət bacın qurban, ay qarmış, ay. Hüseyin sən sürət bacın qurban olsun, ay qarmış, ay. Dedi, ilahi və Rəbbik, cənazə qalıb günlər qabağında, xanım Zeynəb gəlib cənazəyə baxanda, axır sözümdür, qutarıram, and olsun Allah. Deyir, cənazə qalıb günlər qabağında, gördülər uzaqdan bir dənə Hüseynin var deyə bir dənə xanım xeylalı gəlir. Dedi, sən kimsən? Həzrəti Zeynəb oturub ağlayıb qardaşının cənazəsi. Dedi, Zeynəb kızım, mən Aman Zəhrayım. Dedi, kızım, mən Aman Zəhrayım. Gəlmişəm, dərdimə şərik olan kızım. Sən ağını yandın, mən atıma nə deyim? O sözü deyəndən sonra xanım əlini qoydu belinə. Dedi, anacan, mismar batan sinəmə canım fəda olsun, ana. Dedi, Zeynəb o yolları gəlir. Xanım Zeynəbin bir nəfər çadrasız görməsin ya, Həzrət Əmirəm. Aman Zeynəb o yolları gələndə xanıma qəbçi vurur. İndi Həzrət-i Zəhra təsəvvür edeyim, gəlsin bizim məclisimizə də nəzər eləsin Həzrət-i Zəhra. İmam-ı Zaman ağa ilə bir yerdə gəlsin. Ağlasın göz yaşlarını dizlətməyin. İmam-ı Zaman ağa, Aman Zəhra'nın adı gəldi. Bibim Zeynəb'in adı gəldi. 7 dənə cavan qardaş qarəsi patlayıb başına. Zeynəb gəlir Şahın fərmanəsində.
Dediler Zeynep, sen ki atomun şirindir kızıydın, senin hiç kim kölgəni belə görməzdi Zeynep. Ama o namərtlər səni cür neynirdiler? Bilə-bilə xanım Zeynəbin qabağında o neyzaban, Allah lənət eləsin bunlara. Ki o deyir neyzaban xanım Zeynəbin qabağında bilə-bilə aparırdı başı ki, qoy görməsinlər, Zeynəb görsün, ürəyinə dağ çəkilsin. Bacının qardaşı sevgisinə bax, deyir ki, baxıram bir görən Hüseynin cənazəsi, Hüseynin başı cidadə, bacı baxır başa, deyir Hüseyin, sənə canım fəda olsun Hüseyin. İmam-ı Səccad ağa deyir, getdi şəhidləri dəfn eləsin, şəhidləri dəfn eləsin. Axır sözüm. Şəhidləri dəfn edəndə gördülər Allah. İmam-ı Səccad ağa baxdı gördü, bədənlərdə salamat yer qoyulmuş. Salamat yer qoyulmuş. Bir gördü xanım Zeynəb gəldi, baxdı belə cənazəyə, dedi ki, bu cənazə mənim Hüseynimin cənazəsidir. Gördülər Allah icazə imamətdən bir mənzərə görsəndi, nagah o başsız nək bir titrədi tərbəndi. Tərbəndi İmam Hüseyin ağanın cənazəsi. Deyir mərhum boğazından bir belə səs gəldi, ya Zeynəb ənəl məzlum. Hüseyin, mən qardaşım Hüseyinəm. Zeynəb, mən qardaşım Hüseyin. Şək eləmə. Deyir o zalim baxırdı cənazəyə, görürdü ki, İmam Hüseyin ağanın parmağından üzük çıxmış. Cənazə 3 gün qalsın yerdə, şişərdə cənazə. Həzrətin mübarək parmağı şişmişdi. O məlum parmaqla bir yerdə çıxartdı, üzük yapardı.